65 yaşdan yuxarı sürücülük məsələsinə gəldikdə düşünürəm ki, yaş artdıqca müəyyən insanlarda müəyyən səhhətində fərqlər olur. Kiminsə görmə məhdudiyyəti yaranır, kimisində müvazinət, vestikulyar aparatın deyək ki, fəaliyyətində müəyyən problemlər yaranır. Ona görə əgər elə bir məsələ gündəmə gəlirsə, 65-dən yuxarı olan şəxslər təkrar tibbi müayinə olunmaq şərti ilə, yəni müəyyən vaxt aralığında, deyək ki, 6 aydan bir də olsa icazəsinə baxıla bilər. İndiki halda əgər hər hansı sürücülük vəsiqəsi alınıb 10 il etibarlıq müddətidir, amma sonradan onun sadəcə yenilənməsi kimi bir variantlar varsa, düşünürəm bunu da təkrar baxılmasına ehtiyac var ki, çünki sürücülük özü bir məsuliyyətdir. Sürücülər də istəyir cərimələri olsun, istəyir qəzaları olsun. Bununla əlaqəli təkrar imtahanların keçirilməsinə və yaxud təkrar sürücülük kurslarına yazılmasına bir tələb kimi qoyulmalıdır. Peşəkar və qeyri-peşəkarlar arasında fərq bunların davranışlarından yaranmış bir dataya əsasən müəyyən düzəlişlər olunmalıdır və daha nizamlı sürmək stimullaşdırılmalıdır. Əgər hər hansı bir səhvlər olunursa, o səhvlərin də təkrar təlimlərə cəlb etməklə bunlar təşkil olunmalıdır.